Herkese salam. Gəlin blok sınağına düşmüş sualların izahına baxaq. Başlayaq ilk sualdan. Tangens alfanın 2/2 verir və bizdən kosinus alfanın qiymətini hesablamağı istəyir. Gəlin bir dənə düzbucaqlı üçbucaq çəkək. Və biz bura deməli verilən nisbətlərə görə, yəni tangensə görə bura k desək, burada 2/2k olacaqdır. Pifagor teoremini yazsaq, k kvadratı gərək 8k kvadratı bizə buranın kvadratını verməlidir. Hipotenuzun. Buradan da görərik ki, hipotenuz 3k çıxır. Bizdən indi kosinusu istəyir. Kosinus da bərabərdir. K bölünsün 3k. Ancaq indi rüblərə baxmalıyıq ki, mənfidir yoxsa müsbət. Görürük ki, 3-cü rübdədir. 3-cü rübdədə x-in qiyməti mənfi alır. Ona görə qarşısına bir dənə mənfi qoyuruq. K-lar ixtisar gedir və doğru cavabımız -1/3 alınır. Yəni B variantı. İkinci suala baxırıq. Bizə deyir ki, o çevrənin mərkəzidir. BAC 45 dərəcədir. Burada şəkil balacadır, amma yazmağa çalışıram. Buranın 45 dərəcə verib. Bu daxil çəkilmiş bucaqdır və bu qövsə söykənib. Daxil çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabər. Deməli, qövs 90 dərəcədir. O zaman bura mərkəz bucaq söykəndiyi qövsün dərəcə ölçüsünə bərabərdir. Bura 40, yəni 90 dərəcə olacaq. Bunlar da radius olduğuna görə bərabər yanlı üçbucaq çıxır və deməli burada 45-dir. İndi bizə SB məsafəsində 8/2 verib. Və bilirik ki, 45-45 üçbucağında, yəni x olsa x/2 olur. Yəni radius da buradan bizdə 8 sm olaraq çıxır. Yəni C variantı. İndi gəlin burada nə edək? Burada eyni məxrəcdə olanları bir qruplaşdıraq. Bu formada. Bu zaman belə bir ifadə alırıq ki, a plus 1 a kubu üzərinə gəlsin 1 bölünsün a plus 1 çıxaq. Mötərizə alaq a kubu bölünsün a çıxaq 1 çıxılsın 1 bölək a çıxaq 1 formasında yazırıq. İndi birincide yazsaq a plus 1 sürətdə a kubu üzərinə gəlsin 1 çıxılsın a çıxaq 1 artıq mötərizəyə ehtiyac yoxdur. A kubu çıxaq 1. İndi biz bunu müxtəsər vurma tətbiq etsək, burada a plus 1'lər gedəcək. Müxtəsərə əsasına a kvadrat çıxaq a plus 1 qalacaq. Çıxılsın. Burada eyni formada a kvadratı plus a plus 1 qalacaq. İndi bunun qarşısında mənfi var. Bunun müsbət idi olduğu kimi yazdım. Mənfidirsə deməli burada bütün işarələr dəyişməlidir. Çıxaq a kvadratı, çıxaq a, çıxaq 1 formasında. Bunlar ixtisar getdi və son nəticə olaraq -2a qaldı. İndi bunu da 0,75 vermişdi. Mənfi müsbət eləyəcək 1,5. Yəni cavab Y variantı. 4'ə baxaq. Deməli biz nə çəkməliyik? Düzbucaqlı çəkməliyik. Gəlin hər hansı bir düzbucaqlı çəkək. Bura olsun A, bura olsun B, bura C, burada D. Belə bir düzbucaqlıdır. BC AB-nin 3 misinə bərabərdir. Yəni bura bir A desək, burada 3A olacaq. Düzbucaqlı olduğuna görə bura A'dırsa, burada A, burada olacaq 3A. İndi B ilə D-ni birləşdirək. Çünki bizdən oranı diagonaldır bu. Və buradan da bir dənə hündürlük çəkək. Çünki bizdən elə bu məsafəni tapmağı tələb eləyəcək. A 3A. İndi buranın da ümumi BD-ni 20 verib. Bu da bilirik ki 90'dır da. Baxın bu üçbucaqda ABD üçbucağında Pifagor tətbiq eləsək, a kvadratından 3a'nın kvadratı, yəni 9a kvadratı 400 verməlidir. Buradan nə çıxır? 10a kvadratı 400-dən a kvadratı 40 çıxır. Bunu da kökə salsaq a bərabərdir 2/10'a. İndi bu enidir. Uzunluğu da 3a'da 6/10'dur. Burada bu məsafəni istəyir. Burada bir h'dır. H da bərabərdir AB bölək C-yə. Yəni HC buna bərabərdir. Bu da 2/10 vurulsun 6/10 və C də 20'dir. Bura neçə eləyir? 10 ilə 10 hasili. Yəni kökdə 10 ilə kökdə 10 hasili 10 eləyir. 2 ilə 6 12 bölünsün 20. Buradan da cavabı 6 olaraq tapırıq. Yəni A variantı. Baxaq bu suala limitdir. İndi burada belə bir işlem eləyək ki, kökdə n kvadratına bölək hər tərəfi. Bu zaman belə bir ifadə alınacaq ki, kök altda 1 bölək n'in kvadratı üzərinə gəlsin 9, üzərinə gəlsin
1 çıxaq 1 bölək n-in kvadratı bölünsün kök altda 1 bölək n-in kvadratı üzərinə gəlsin 9 çıxaq kök altda 1 çıxaq 1 bölək n-in kvadratı. Baxın, bu ümumi hamısında bu n-in kvadratı var. Limitdir deyə bu, yəni sonsuzluqda limitdir. Limit olduğuna görə bunların hamısı sıfıra yaxınlaşacaq. Və son olaraq belə bir ifadə qalacaq. Kökdə 9 üzərinə gəlsin kökdə 1 bölünsün kökdə 9 çıxaq kökdə 1. 3 ilə 1-in cəmi 4 bölünsün 2. Cavabımız da 2 eləyəcək. Yəni B variantı. Növbəti səhifəyə. Bizə deməli fx funksiyası verilib. Gəlin fx-i göstərək. Baxın, fx budur. Göründüyü kimi modul funksiyasıdır ikisi də. Yəni şəkildən də hətta görünür. Biri bu funksiyadır. Digəri isə bu funksiyadır. Düzdürmü? Aha. İndi bizə fx-i x çıxaq n verib. Aha. Görürük ki, bu 4-də toxunur. Yəni m 4-dür. M 4-dür. Yəni bu formada olmalıdır. Fx bərabərdir. X çıxaq m formasında olmalıdır. İndi buradan da deməli x çıxaq 4 formasındadır və m də 4-dür. İndi cx-ə baxsaq, necə vermişdi? Mənfi x çıxaq k üzərinə gəlsin n formasındadır. İndi burada görürük ki, cx deməli n-i 6-dır. Baxın, n budur. N-i 6-dır. Yəni mənfi x çıxaq k modulda üzərinə gəlsin 6 formundadır. İndi baxın, x-in 4 olduğu nöqtədə baxın bu funksiya 0-dır. Deməli 4 versək cx 0 olmalıdır. Yəni 0 bərabərdir mənfi modulda 4 çıxaq k üzərinə gəlsin 6. Buradan modulda 4 çıxaq k 6-ya bərabərdir. Buradan da 4 çıxaq k 6-dır ya da k çıxaq 4 6-dır. Yəni k mənfi 2-dir ya da ki k 10-dur. İndi görürük ki deməli k 4-ün solunda yerləşir. Hardasa bu hissədə bir şeydir. K buradadırsa. Deməli k 4-ün sağında yerləşdiyinə görə 10-dur. Yəni mənfi 2 ola bilməz. K-nı 10 tapdıq, m-i 4 tapdıq. Sonra nəyi tapdıq? N də budur da n 6-dır. N-i də 6 tapdıq. Bizə bir dənə p lazımdır. K da 10'dur. Görürük ki, burada baxın bu məsafənin, yəni bunlar simmetrikdir. Bu məsafə 6-dırsa deməli burada 6 olmalı. Deməli p də 16-dır. Yəni yekun olaraq m 4, k 10, n 6, p 16 çıxar. Və bunların hamısını toplasaq da 36-nı taparıq. Yəni A variantı maraqlı sual idi. 7-yə baxaq. Deyir, A və B çoxluqları üçün bu verilib. Birləşmə ilə kəsişmənin fərqini tapın. Gəlin Euler çəkək. Euler Venn diaqramı çəkək. Bura A çoxluq olsun, bura B. İndi baxın, kəsişmə bir dənə x desək. Baxın, buradan görərik ki, A çıxaq B. Yəni bura odur, bura budur. Burada kəsişmədir, düzdürmü? İndi bura 4-dür, bura 3-dür. Bu məlum məsələdir. Və indi bunların hamısını toplayaq. Yəni bunu almaq, bunu kəsişmədə hamısını yerinə qoyaq. X bərabərdir. Yəni belə bir şey alınır. 4 üzərinə gəlsin x, üzərinə gəlsin 3 çıxaq x. Bu da eləyir 7. Yəni doğru cavab 7-dir. Deyir ki, binomunda ən böyük binomial əmsalını tapın. Kombinezon 8-dən 4-dür. Baxın, bu yəni ümumi hədlərin sayının yarısı olur həmişə. Bunu hesablayaq. 8 faktorial bölünsün 4 faktorial vurulsun 4 faktorial. 8 faktorial da 4 faktorial vurulsun 5, 6, 7 vuraq 8 yazırıq. 4 faktorial bölünsün vurulsun 24 yazırıq. Bunlar gedəcək. Baxın, bunlar 48 eləyir. Gedəcək 2 qalacaq. 35 vurulsun 2-dən də bu da 70 çıxar. 9-a baxaq. Deyir, müstəvi üzərində olan 6 kongruent kürə, yox, mərkəzləri bir düz xətt üzərində, üzr istəyirəm, səhv oxudum. Aha, belə bir formadadır. Burada kürələr verilib. Məsələn, bu hər hansı bir kürə. Bu da sonuncusu olsun. Aha. Haradasa belə bir kürələrdir. İndi bunu tam çəkəmirəm, düz dairəyə oxşadı, neysə. Deyir ki, ardıcıl düzülüb. Yəni burada başqa 4 ədəd də var. İndi hamısını çəkmirəm. Deyir ki, birinci ilə sonuncunun mərkəzləri arasında olan məsafə 30'dur.
İndi baxın, bunun radiusu r-dir. Yəni məsafəni deyirəm, mərkəzlər arasında. Bununcu da r-dir. İndi ümumiyyətcə burada başqa da r, bir də 8r var, düzdürmü? Qalanlarını da elə bu 4 ədəddir. 2 radiusu da hesablandı. 4 vurulsun 2 elə bilir ki, bunda 30 verib. İndi buradan 10r 30-dan r3 çıxacaq və kürənin həcmi də v bərabərdir 3/4 pi r kubu. Yerinə qoysaq 27 vurulsun pi, bunlar ixtisar gedəcək, qalacaq 36 pi. Yəni A variantı. 10-cuya baxaq. 10-cu sualda ilk öncə gəlin bəzi əvəzləmələr eləyək. Məsələn, sinus 160-ın yerinə gəlin sinus 20 yazaq. Çünki bilirik ki, əgər alfa ilə betanın cəmi 180-dirsə, sinus alfa bərabərdir sinus betaya. Bunu bilirik. Kosinus da 200 verib. 180 üzərinə gələk 20 yazsaq, bu da elə kosinus 20-yə bərabərdir. Bunu bilirik. Yəni bundan istifadə edək. Yerinə qoyub əvəzləmə edək. İndi gəlin davam edək. Deməli, 2 loqaritm 2 əsasdan deməli, yox, buranı hələ boş verək dedik. Bərabərdir kökdə 3 bölünsün sinus 20 çıxaq 1 bölək kosinus 20. İndi bunu da sadələşdirsək, kök altda 3 kosinus 20 çıxılsın sinus 20 bölək sinus 20 kosinus 20. Bu da nə deməkdir? 2 vurulsun kök altda 3 bölək 2 kosinus 20 çıxılsın 2-də 1 sinus 20 bölünsün 2-də 1 vurulsun 2 vurulsun sinus 20 vuraq kosinus 20. Sürətdə alınır 4 vurulsun kosinus 30. Yəni bu 2 ilə 2-də 1-i elə bil ki 4 kimi yazdım birbaşa. Kosinus 20 çıxaq sinus 30. Yəni bunu da 2-də 1-də sinus 30 kimi yazdım. Sinus 20 bölünsün sinus 40. Bildiyiniz kimi baxın, bura ümumi olaraq kosinus 50-nin açılışıdır. Kosinus 50 ilə sinus 40 da bir-birinə bərabərdir. Deməli, cavab 4 olaraq qalır. Yəni, Sonra da nəyi hesablamalıyıq? 2 loqaritm 2 əsasdan 4-ə hesablamalıyıq. Yəni, bilirik ki, bu da təbii ki, məlum məsələdir ki, bu da 2-dir. 2-ni də 2-yə vuranda cavab 4 eləyər. Keçək növbəti səhifəyə. ABCD bərabər yanlı trapesiyadır. Bura 26 verilib. AC 26 verilib. AY 24 verilib. Pifagordan bura təbii ki, bilirik 10-dur. Bərabər yanlı trapesiyada bir xassiyyət var ki, baxın, bura hündürlük çəkilərsə ayırdığı, oturacaqdan ayırdığı böyük hissə orta xəttə bərabərdir. Yəni, sahəni istəyir. Sahə də orta xəttin 24-ün, yəni hündürlüyə hasildir. Bu da bizə 240-ı verəcəkdir. Yəni, Y variantı. Gəlin burada loqaritm 2 əsasdan x-ə bir A deyək. Bu zaman x-i tapırıq 2 üstü A. İndi A üzərinə gəlsin. Loqaritm 3 əsasdan 2 üstü A 1-dir. İndi A üzərinə gəlsin. İndi bunu da belə yazaq. A vurulsun loqaritmin xassəsinə əsasən. Loqaritm 3-cü dərəcədən 2 bərabər 3-dən 2 1. İndi buradan A-nı çıxara bilərik. 1 üzərinə gəlsin. Loqaritm 3-dən 2 bərabərdir 1-ə. İndi 1-i mən nə yaza bilərəm? Loqaritm 3-dən 3 kimi yaza bilərəm. Üzərinə gəlsin. Loqaritm 3-dən 2 bərabərdir 1-ə. İndi bu nə deməkdir? A vurulsun loqaritm 3-dən 6 demək. Düzdürmü? 3-dən 6. Toplanma olanda üstlər vurulur. Bərabərdir 1-ə. A bərabərdir 1 bölək loqaritm 3-dən 6-ya. Bu da deməkdir loqaritm 6-dan 3 elə bir tərsidir. İndi gətirək A-nın qiymətini yerinə qoyaq. Bu da 2 üzərində loqaritm 6-dan 3 deməkdir. Yəni 2 üzərində loqaritm 6-dan 3 B variantı.
Bu suala baxaq. Bura məlumdur ki, kökdə 2 çıxaq 1-in kvadratını. Kökdəsə kökdə 2 çıxaq 1 çıxır. Üzərinə gəlsin 3 çıxaq kökdə 2. Bunlar gedəcək, qalacaq cavab 2. 14-ə baxaq. Deyir düzbucaqlı üçbucaqdır. Gəlin çəkək. Düzbucaq təpəsindən tən bölən çəkilib. İndi düzbucaq təpəsindən tən bölən çəkilib və deyir ki 6 8 hipotenuzu bölür. Bu da 90'dır, tən böləndəmdə. Və nə deyir? Kiçik kateti tapın. İndi buraya yazaq A, C, burada B. Burada olsun T. Tən bölənin xassəsi AC-nin CB-yə nisbəti, AT-nin BT-yə nisbətinə bərabərdir. İndi bu da 6'nın 8'ə nisbəti 2'yə ixtisar gedəcək, 3'ün 4'ə. Deməli, burada da AC-ni də, yəni 3K, CB-ni isə 4K yazıram. Məşhurdur ki, yəni AC-də, yəni hipotenuzda 5K-da, yəni məşhur üçlükdür. 14 bərabərdir 5K-ya, K bərabərdir 2,8-ə. İndi bizdən də kiçik katet deyir, 3K-dır. Bu da bərabərdir 8,4-ə. Yəni C variantına bərabərdir. 15'ə baxaq. Aradakı kosinusu istəyir bucaqlar. İndi əvvəlcə AB vektorunun uzunluğunu hesablayırıq. Elə bir fərqini tapırıq da. Bu deyir -1. Deməli neçə? 2 -2 eləyir. Deməli bir də nəyi tapırıq? CD-ni tapırıq. CD-ni də bundan bunu çıxırıq da. Yəni o deməkdir. Vektor izahı kanalda var. Bu deyir 6 3 -6. İndi aradakı bucağı tapmaq üçün, yəni kosinus alfanı tapmaq üçün bunların skalyar hasilini bölməliyik. Modulda AB vurulsun, modulda CD vektor. Aha, indi AB'nin uzunluğu bunların hamısını kökdə 3 eləyir. Burada da hesablasanız 9 eləyir. Bölünsün. Bölünsün deməli nə? Bu da cəmidir. Cəmi bölünsün deməli nə? 3 üzərinə gəlsin 9 bölünsün 27. Yəni bunların hasili. Bu deyir, üzr istəyirəm. Çox üzr istəyirəm. Deməli buradan AB vuraq CD necə tapırıq? 1 vururuq. Çox üzr istəyirəm. -1 ilə 6'nın hasili -6 üzərinə gəlsin 6. Bunlar sıfıra gedir. -2'nin -16'ya hasilindən 12 çıxır. Vuraq da özdə. 9'a ixtisar gedəndə cavab 3'də 4 alınır. Y variantı. 9'da 4 alınır. Üzr istəyirəm. 9'da 4 alınır. Bu da Y variantı. Keçək növbətisinə. Deyir ki, ardıcılığın eninci həddinin düsturunu tapın. Buradan görərsiniz ki, tək hədli nömrələr 3'dür, cüt hədlilər isə -3'dür. Yəni buradan yerinə qoysanız görərsiniz ki, cavab Y variantıdır. Çətin sual deyil. Aha, kompleks ədədləri də izah eləmişdim. Belə bir şey var ki, I kvadratı, I kubu, I üstü 4. Yəni hər dördündən birinin cəmi 0'dır. 96'ya qədər cəm 0'dır. I üstü 97 qalır. O da 4'ə böləndə 1 qalır. Yəni bu I-yə bərabərdir. -2 üzərinə gəlsin idi. Bunu siz həndəsi hissəsində də tapa bilərsiniz. İndi onu yazmıram. Amma yaza bilərsiniz özünüz. Deyir ki, tənliklər sisteminin x, y həlli üçün, yəni x, y tamdır. X, y cəmini tapın. Bunları tərəf-tərəfə toplasaq y-lər gedəcək. 2x ilə ax-in cəmi 13'dür. X-i çıxarsaq a üzərinə gəlsin 2, 13. Və bunlar tamdır. Natural həll tapmalıyıq. Deməli, bura 11'dir. Çünki 1 ola bilməz. Çünki 13 sadədir. 1 ilə 13'dən biridir. Vuruq var. Bura 1 ola bilməz. Fərqlidir 1-dən. Deməli, a 11'dir və x də 1'dir. X 1'dirsə, gətirib burada yerinə qoysaq, bura 11 eləyir və y də 4 çıxır. X1, Y4, cəmləri də 5. Keçək 19-cu suala. Ortaq vuruq x-ü 5'dir. X çıxaq 15'dir. Üzərinə gəlsin x kubunu çıxarsaq, x çıxaq 15'dir. Bu da mənfidir. Burada x-ü 5, üzərinə gəlsin x kubu. Yəni x çıxaq 15'i çıxartdıq. Vurulsun x çıxaq 15, mənfidir. Buradan da təzən x kubunu çıxardıram. X kvadratı plus 1 vurulsun x çıxaq 15 mənfidir.
Bura onsuz da müsbətdir, boş verirəm. X kubu vurulsun. X çıxaq 15 mənfidir. Köklər 0-15-dir. İntervallara baxırıq. Burada qoysaq müsbətdir. Bura mənfidir. Bura müsbətdir. Bizə mənfi hissə lazımdır. Ən böyük həldə göründüyü kimi 14-dür. Deyir ki, ən kiçik 4 rəqəmli natural ədədlə, yəni 1000-lə, ən kiçik 2 rəqəmli natural ədədin, yəni 10-un fərqi, yəni 990-ın ən kiçik sadə ədəddən neçə dəfə böyük, yəni 2-dən 495 dəfə böyükdür. Keçək növbəti səhifəyə. Belə bir sualdır. 21-ci sual. 3x kvadrat üzərinə gəlsin ki, burada bölmə var. Bölmə buna bərabərdir. Tənliyin həllinin varlığı üçün A-nın ala biləcəyi qiymətlərin cəmdən. Bura görür ki, sıfırdan fərqlidir. Həm də ki, moduldadır, müsbət. Deməli, bura müsbət olmalıdır. Yəni, 13A çıxaq A kvadratı, çıxaq 36 müsbət olmalıdır. Hər tərəfi mənfiyə vursaq, A kvadrat çıxaq 13A üzərinə gəlsin 36 mənfi olmalıdır. Açsaq, A çıxaq 9, A çıxaq 4 mənfi olmalıdır. Köklər 4 ilə 9-dur. İntervallara baxsaq, müsbət, mənfi, müsbət. Bizə mənfi lazımdır. Ala biləcəyi qiymətlər 5, 6, 7, 8-dir. 11, 18, 26-da qiymətləri cəmdə. Biz qalınlaşdıraq. Deyir ki, bu həndəsi silsilə olsun. Həndəsi silsilədə ortadakının kvadratı kənardakıların hasisinə bərabərdir. Yəni, kağıtda 2 sinus x-in kvadratı bizə 3 kosinus x-i verməlidir. İndi gəlin sinus kvadratı, bunu açaq. 2 sinus kvadratı x bərabərdir 3 kosinus x-ə. İndi sinus kvadratı x-in yerinə gəlin bir çıxaq kosinus kvadratı x qoyaq. Əsas eyniliklərdən də bildiyimiz kimi sinus kvadratı x-lə kosinus kvadratı x-in cəmi 1-dir. Buradan da əvəz eləyəndə sinus kvadratı x 1 çıxaq kosinus kvadratı x-dir. Bərabərdir 3 vurulsun kosinus x-ə. Gəlin kosinus x-ə bir t deyək. Buradan alınır ki, 2 vurulsun 1 çıxaq t-nin kvadratı bərabərdir 3t-yə. Atsaq, yəni bunu ümumi atsaq bu formada olacaq ki, t çıxaq 1, t plus 2, 0. Birinci kök t bərabərdir 1 bölü 2-yə. Bu zaman deməli kosinus x 1 bölü 2 çıxacaq. Və bu da x bərabərdir mənfi müsbət arkosinus 1 bölü 2 üzərinə gəlsin 2 pika. Bu da bərabərdir mənfi müsbət pi bölü 3 üzərinə gəlsin 2 pk'ya. 2 pk'ya. İndi ikinci qiymətdəki t-nin mənfi 2 olanda haldır. Kosinus x mənfi 2-dir. Bu da 2 boş çoxluqdur. Deməli, həll budur və bu da yalnız A variantındadır. Keçək 23-ə. Deyir ki, bu çox hədli olsun. Çox hədli olması üçün deməli bu ifadə bura bölünməlidir. Yəni bunu sıfıra çevirən qiymət, yəni x-in bir qiyməti sürəti sıfıra çevrilməlidir. 1 üstə gələk m çıxaq 7 sıfırdan, m də 6 çıxacaq. Keçək 24-ə. Deyir ki, ABC üçbucağında AF və SY tənbölənləri arasındakı kiçik bucağın dərəcə ölçüsünü tapın. Qarşılıqlı bucaqlar bura 40-dır. Bura indi tənbölənisi alfa, alfa, beta, beta. İndi ümumi ABC üçbucağında 2 alfa ilə 2 betanın alfaya oxşamadı. 2 alfa ilə 2 betanın cəmi 140-dır. Alfa ilə betanın cəmi 70-dir. İndi bu AOC üçbucağına baxsanız bura 110-dur. Bizdə arada qalan kiçik bucaq istəyir, yəni buranı istəyir. Qonşu bucaqdır 70 dərəcədir cavab. 25 asan sualdır, yəni uzundur, amma asandır. Yəni Venn diaqramından həll olunan bir sualdır. Gəlin seçək, həll edək. Belə bir Venn diaqramdır. Deməli, burada V, velosiped, telefon, kompüter olsun. İndi məlumatları qeyd eləyək. Deyir ki, hər üçünün də 3-dür. Yəni, hər üçü olan 3 nəfərdir. Sonra indi baxaq, buradan başlayaq. Həm velosiped, həm telefon 11-dir. İndi bura 3-sə, bura 8 qalır. Həm telefon, həm velosiped, həm telefon 12-dir. Həm velosiped, həm telefon 11-dir o.
12-sinin həm telefon, həm kompüter. Hə, bura baxırıq. Bura 3-dürsə deməli bura 9-dur. Sonra 6-sının isə həm velosipedi, həm kompüteri var. İndi bura 3-dürsə bura da 3-dür. İndi sonra bura baxırıq ki, 19-nun velosipedi var. Bura 5 qalacaq. Bura 1 qalacaq. Burada 1 qalacaq. Ümumi toplasanız neçə 8, 16, 19, 30 eləyir. 40 şagird var. Deməli onda heç birindən məşğul olmur. İndi bu da nə deməkdir? Kombinezon 10-dan 1-in kombinezon 40-dan 1 olan nisbəti, yəni elə 10 bölək 40, 1 bölək 4, 0,25 də yaza bilərik. Keçək son 4 sualımıza. Deyir ki, DABS üçbucaqlı piramidasıdır. SD televizorunda Y götürülüb. DOYM bu piramidaların hündürlükləridir, nisbətlər budur. YS-nin DY nisbətini tapın. İndi V bərabərdir, yəni həcm bərabərdir. Piramidada 3/1 S oturacaq H. İndi birincisi DABS piramidasının həcmini hesablayaq. 3/1 S ABS, yəni oturacaq ABS-dir, vurulsun DO-dur. İkincisinin həcmi, yəni VYABS bərabərdir. 3/1 SABS yenidən eyni oturacaqdır, vurulsun Y. Tərəf-tərəfə bölsəniz VDABS ilə YABS-nin həcmləri nisbəti DO-nun Y-mədir. İndi bunda 1,2 verib, yəni 6-nın 5-ə yaza bilərəm. İndi buradan da yerinə qoysaq DO 6K-dır, Y 5K-dır. Bunlar da hündürlükdür. Uyğun olaraq DY buradan N, burada 5N çıxır. İndi bizdən də YS-nin DY nisbətini istəyir, bu da olacaq 5. Sonra bura baxaq, birincisinə baxaq, gəlin bunu törəməyə alaq, törəməsini tapaq. Deməli olacaq 1 vurulsun, x kvadrat üzərinə gəlsin 1, çıxaq 2x vurulsun x, bölək x kvadratı plus 1-in kvadratı. X-in də nəzərə alsaq ki, yəni məlum məsələ törəməsi 0-dır. Üzr istəyirəm, 1-dir. İndi buradan da x bərabər olacaq. Yəni bu olacaq 1 çıxaq x-in kvadratı bölək 1 üzərinə gəlsin x-in kvadratı. Buradan da x mənfi müsbət 1 çıxacaq. Yəni 2 böhran nöqtəsi var. C variantı. Bura baxsaq görürük ki, həmişə artanda tək funksiyadır. Bütün ədəd ortuxunda artır D. İndi üçüncünün törəməsini alaq. Üçüncünün törəməsini tapaq. Bərabərdir 4 vurulsun 1 bölək 2 kökatda x-ə. Çıxaq 3 var. Bu da eləyir 2 kökatda x çıxaq 3. Buradan da f mənfi 1-ə baxsaq 1-ə bərabərdir. A düzdür. Həm də ki, ikinciyə həm də bu da aiddir. Ekstremum nöqtəsi yoxdur. Amma Y variantında heç birinə aid olmayacaq. Gəlin bunlara baxaq. Deyir ki, 14 günlük səfərə gedir. Yəni bir qrup adama müəyyən bir pul ayrılır. 3 nəfər iştirak edə bilmir. Deyir 16 gün bəs elərsə neçə nəfər çıxmalı idi. İndi bura yazaq say, bura gün. N olsa 14, amma 3 nəfər gəlmir 16 olur. Tərs mütənasibdir çünki azalıb amma bu artıb. Deməli hasil sabitdir. 14n bərabərdir 16n çıxaq 48-ə. 2n 48-dən n 24 çıxır. Deməli 24 nəfər səfərə çıxmalı idi. Deyir ki, belə şeylər verilib. DYF-nin düzgün çıxacaq olduğunu isbat edin. ABS də düzgündür bu arada. Düzgün nədir? Bərabər tərəfi. Deməli bura 60, bura 60, bura 60. Bura A, bura A, bura A. Bunlar da bərabər məsafədə ayrılıb. Yəni x, x, x deyə bilərik. İndi üçbucaq YSF-də. Xarici bucaqdan YSF bucağı 120-dir. YSX, SF A plus X. Sonra digər üçbucaq YBD-də. Bucaq YBD 120 dərəcə. YB A plus X-dir. BD X-dir. Sonra üçbucaq FAD-də. FAD bucağı 120 dərəcə. AFX, AD, A plus X-dir. Göründüyü kimi hamısı kongruentdir. Buradan da çıxır ki, bu məsafələr də bir-birinə bərabərdir.
Buradan da düzgün üçbucaq olduğu isbat olunur. Sonuncuya baxaq. Deyir, alfa müstəvi üzərində radiusu 2 cm olan 4 çevrə verilib, toxunur bir-birinə. Deyir ki, M nöqtəsidir ki, alfa müstəvisinin üzərində deyil. Mərkəzlərindən kök altı 17 məsafədədir. Alfa müstəvisinə qədər olan məsafəni tapın. Bunları birləşdirirəm. Radius 2 düzümü. Deməli, bura 4-dür, burada 4-dür, 4-dür, 4-dür. Düzgün bir çoxbucaqlanır. İndi buradan bir dənə bura A deyirəm, bura C deyirəm. Diagonal olur. Burada da olur 4/2. Aha. Deməli, belə bir üçbucaq alınır. A, M, C. Hamısının olan məsafə kökdə 17, kökdə 17. Burada olacaq 4/2. İndi bu da 2 yerə bölünəcək. Yəni təpədən çəkilən hündürlük həm tən bölən, həm mediandır. Burada kökdə 2. Burada indi Pifaqor eləyək. Deməli, 17 çıxaq 8, 9 bərabər, yəni 10-un kvadratına, h-ın kvadratına, h-da 3 çıxır və cavab da 3 olur və bu da ümumi bütün sualların izahına baxdıq.